Değerli dostlar, deməli biraz öncə mənə bir video göndərdilər, görüntü göndərdilər. Həmin o video görüntü deməli sən demə elə sosial şəbəkələrdə artıq yayılıbdır. Deməli həmin görüntü nəqliyyat əməkdaşını bir yük maşınını saxlayır və həmin yük maşınından pul tələb eləyir və yük maşınının sürücüsü də türk vətəndaşıdır, səhv eləmirəmsə. Çünki qarışıq danışırdı. Həm türk dilində danışırdı, həm də Azərbaycan dilində səlis danışa bilirdi. Demək, nəqliyyatın əməkdaşı tələb eləyir ki, bayramdır, bizə hörmət eləməlisən, nə bilim, nə eləməlisən. Yük maşınının sürücüsü isə israrla bildirir ki, mən sizə pul verə bilmərəm. Mən sizə pul versəm, mənim əmək haqqımdan çıxılacaq. Mənim əmək haqqımdan çıxılacaq və mənə verilən puldan çıxılacaq. İndi həmin görüntünü sizə mən təqdim eləyəcəm. Baxın, görün orada yaşlı başlı bir nəqliyyatın əməkdaşı israrla, hətta bir utanmır, bir deyir ki, patronunu ara. Mən patronunla danışıram. Sürücü deyir, patronunla nə danışacaqsan? Yəni nə deyəcəksən patrona? Qarşılığında deməli nəqliyyatın əməkdaşı bildirir ki, bəs mən özüm bilirəm, yəni nə deyəcəm. İndi görüntüdən özünüz açıq-aşkar görəcəksiniz orada hansı danışıqlar gedir. Yəni sürücünün əlində telefon hər an çəkə bilər, ictimailəşdirə bilər və necə ki çəkdi də, ictimailəşdirdi də, qınaq obyektinə çevrildi də. İndi mən buradan deyirəm, qardaş, dövlət sizi hər şeylə təmin eləyir. Avtomobil, yanacaq, geyim, əmək haqqı, nə bilim, nə istəyirsiniz, dövlət sizi təmin eləyir. Nə istəyirsiniz bu cəmaatdan? Nə istəyirsiniz o kasıb sürücüdən? Yəni, uzağı o sizə çıxartsın bir 10 manat ya da 20 manat pul verirsin. Deyək ki, verdi. Siz birinci məcbur eləyirsiniz vətəndaşı, sürücünü, deməli, qanunun 312-ci maddəsinin tələbini pozmağa, yəni rüşvət versin sizə. Və özünüz də məcbur eləyirsiniz və maşını geri qaytarmaqla hədələyərək, maşını geri qaytaracam, buraxmayacam və rüşvət tələb eləyirsiniz. Birinci maşını buraxmamaq üçün sizin əlinizdə bir əsas olmalıdır. Həmin əsasa görə siz o maşını buraxmaya bilərsiniz. Amma sizin əlinizdə heç bir faktınız, heç bir əsasınız yoxdursa, siz bu sürücünü saxlayıb, onu nə vaxtını ala bilməzsiniz, nə də qeyri-qanuni tələblər irəli sürə bilməzsiniz. Yəni ayıbdır. Yəni həmin o görüntülər indi yayıldı. Sosial şəbəkələrdə geniş yayıldı. Sizin evladlarınız baxacaq, nəvələriniz baxacaq, yaxınlarınız baxacaq. Ondan sonra nə düşünəcəksiniz? Mən bilmirəm. Yəni sizin bayram keçirtməyiniz üçün mütləq bu qara cəmaat, bu kasıb cəmaat mı sizin cibinizi doldurmalıdır? Belə çox acınacaqlı vəziyyətdir. Mən söz tapa bilmirəm danışmağa. Yəni həmin o görüntünü, verin o görüntünü, zəhmət olmasa, verin o görüntünü bir dənə efirə. Verin görüntünü efirə. Bir dənə diqqətlə, əziz dostlar, bir dənə baxın. Yəqin ki, çoxunuzun qarşısına çıxıb, rəyləri sizə buraxıram, fikirləri sizə buraxıram. Yazın orada qeyd eləyin. Yəni, nədir bu? Yəni, nə deməkdir bu? Bir vətəndaşı saxlayasan, vətəndaşın da, sürücüsünün də əlində telefon, yəni hər an çəkə bilər. Necə ki, çəkdi, ictimailəşdirdi. Yəni, bundan sonra lazım idi mi bu sizə? Dövlət sizi, yenə deyirəm, hər şeylə təmin eləyibdir. Verin zəhmət olmasa o video görüntünü efirə verin. Verin gəlsin. Abi mənə laf gəlmədən mən bir şey deyəm mənəm. Mən arabaya mənə ver əvraqlar demədən mən əvraq verəm mənəm. Başlamıram sana, sonra bana nədir? Bana patrona konuşum var ki. Patrona telin varın ki demene. Da abi gezirsən. Ha bayramda. Bayramda axır bizim diyeceğimizde hiçbir şey yoktur. Ulaşma patrona değil. Ne diyese? Diyeceğim böyle böyle. O da diyecek şey diyeceğim. Böyle söyleyeceğim ben de diyecek niye para verirsen o senden gidecek. Vallahi bak ben para verem bana. Ben cebimde zaten gümrük parası var. Başka hiçbir şey yoktu bende. Neyler sizdə əziz dostlar?